Deməli, iki ayrı-ayrı otaqlarda qaldıq. Ayrı-ayrı otaqlarda qalmağımız səbəbsiz değildi. Çünki burada da Kenyada olduğu kimi iki kişinin bir otaqda qalması xoş qarşılanmır. Paytaxtda bu məsələlərə hardasa göz yumulsa da, amma əyalətlərdə belə məqamlara daha həssaslıqla yanaşılır və iki kişinin bir yerdə qalması yol verilməz hesab edilir. Ugandanın qanunvericiliyinə nəzər salsaq görərik ki, hökumət homoseksuallarla müharibəyə 1950-ci ildən başlayıb. Kişilər arasında eyni cinsli münasibətlər Cinayət Məcəlləsinin 145-148-ci maddələrində öz əksini tapıb və bu qanun 2000-ci ildə lezbiyan qadınlara da şamil olunmağa başlayır. Belə ki, Ugandada söz gedən bu əməllərə görə ömürlük həbs cəzası müəyyən edilir. Amma ara sıra dövlət rəsmiləri LGTB üzvləri üçün nəzərdə tutulmuş cəzaların yetərincə olmadığını hesab edirlər və qanun layihəsində dəyişikliklər etməyə çalışırlar. Məsələn, ölüm cəzası, homoseksuallara kirayə ev verənlərə 7 il həbs, onlar haqqında məlumat bilib 24 saat ərzində polisə məlumat verməməyə görə 3 il həbs və sair nəzərdə tutulurdu. Amma geylərin, biseksualların, lezbiyanların ana vətəni sayılan Avropadan təzyiqlər başlayır. Uganda hökuməti humanitar yardımların dayandırılması ilə hədələnir. Təzyiqlərə baxmayaraq 2013-cü ildə Uganda parlamenti daha da sərt addımlar ataraq homoseksuallığa görə ömürlük həbs cəzasının verilməsinə dair qanun layihəsi qəbul edir. 2023-cü ilin mart ayında isə hökumət ölüm cəzasını nəzərdə tutan yeni qanunvericiliyi işə salır. Onu da deyim ki, ölkənin televiziya və radiolarında homoseksualları görə bilməzsiniz. Hətta 2004-cü ildə Ugandanın Simba radio stansiyası verilişlərinin birində homoseksual iştirak etdiyi üçün $1000 cərmələnir və ictimaiyyət qarşısında üzr istəməyə məcbur edilir. Yalan nə deyim, Ugandalıların beynəlxalq təzyiqlərə baxmayaraq öz mentalitetlərinə sadiq qalmaları bu ölkəyə rəğbətimi daha da artırdı.